Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün yanvar ayının 10-udur, həftənin şənbə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. ABŞ prezidenti Donald Trump İran rəhbərliyini hədələyib. News 365 saytı xarici kirlərə istinadən məlumat verir ki, Donald Trump İran rəhbərliyini xəbərdarlıq edib. O, mən çox aydın şəkildə bildirmişəm ki, əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, biz müdaxilə edəcəyik. Onlara çox sərt zərbələr indirəcəyik. Bu qoşun göndərmək demək deyil, amma çox ağrı verəcək sərt zərbələr indirmək deməkdir. Mən İran liderinə deyirəm, siz atəş açmağa başlamasanız daha yaxşı olar. Çünki biz də atəş aça bilərik deyə Donald Trump vurğulayıb. Bu balımız bizim çox az miqdarda olan, doğrudan da tərkibi minlərlə çiçəklərdən yığılan, tərkibində ancaq və ancaq iyul və avqust aylarında çiçək açmış bitkilərin balıdır. Bu hansı ki bu nə baldır? O deyir gendəlaşın başı qarananda bal süzülər ha. Bax həmən o baldır bu bal. Kim də istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.